Herkese salam. Mənim adım Vüqar Məmmədovdur. Cambridge Universitetinin beynəlxalq CELTA sertifikatlı ingilis dili müəllimiyəm. Bu videoda belə bir mövzuya toxunacağıq ki, nəyə görə 11 il məktəblərdə, 6 il universitetlərdə və həmçinin bir neçə il kurslara, dil kurslarına getdikdən sonra və toplamda hardasa 20 ilə yaxın ingilis dilinin öyrənilməsi ilə məşğul oluruq və sonda yenə də ingilis dilində danışa bilmirik. Mən bu mövzuya aydınlıq gətirməyə çalışacağam. Lakin ilk növbədə gəlin baxaq, biz öz doğma dilimizi, Azərbaycan dilini necə öyrənmişik və daha dəqiq desək, necə mənimsəmişik? Çünki dilin mənimsənilməsi və öyrənilməsi fərqli-fərqli anlayışlardır. Uşaq anadan olandan məktəbə gedənə kimi dilin mənimsənilməsi dövrünü keçir. Yəni uşaq ilk növbədə ətrafdakıları, anasını, atasını, ilk növbədə onları eşidir, onların səslərini, danışıqlarını, həmçinin ətrafdakıların hərəkətlərini görür, jestlərini görür və qısaca desək, bir çox bu prosesin təkrar olunmasından sonra uşaq da təbii ki, hər eşitdiyini, gördüyünü təkrar etməyə çalışır. Bu proseslər dəfələrlə təkrar olduqdan sonra bir müddət sonra uşaq müəyyən səsləri çıxardır. Ana-ata sözlərini demək öyrənir və yaxud digər sözləri öyrənir. Yenə də bir müddət keçdikdən sonra ifadələr öyrənir, cümlələr qurmağı öyrənir. İlkin mərhələdə bəli, qrammatik cəhətdən ola bilər sözlər, yəni cümlələr düzgün qurulmasın, tələffüzlər düzgün olmasın. Lakin bu normal haldır. Artıq məktəbə gedənə kimi uşaq hələ nə yaza bilir, nə oxuya bilir, lakin öz doğma dilimizdə həm danışa bilir, həm başa düşə bilir. Bax, bu dilin mənimsənilməsi prosesi adlanır. Dilin öyrənilməsi isə bu məktəblərdə baş verir. Yəni dilin strukturu, cümlələrin qrammatik quruluşu, morfologiyası, sintaksisi, çoxlu sözlər öyrənir, yazmağı, oxumağı öyrənir. Bax, bu dilin öyrənilməsi prosesi adlanır. Və hər bir insan, hər hansı bir insan ingilis dilini öyrənməyə başlayarkən uşaqların keçdiyi yolu yox, birbaşa məktəbin dövrünü belə deyək ki, keçməyə başlayır. Yəni məktəblərdə, universitetlərdə, kurslarda insanlara çoxlu qrammatik biliklər verilir, çoxlu sözlər öyrədilir, əzbərlətdirilir və çoxlu testlər elətdirilir. Təbii ki, bütün bunlar sərbəst şəkildə ingilis dilində danışmağa və başa düşməyə heç bir fayda vermir. Gəlin belə bir analogiya aparaq. Deyək ki, biz maşın sürməyi öyrənmək istəyirik və təbii ki, ilkin növbədə gedib yol hərəkət qaydaları kitabını alırıq, ona müvafiq testləri əldə edirik, qayda qanunu öyrənirik, testləri edirik və səhvlərə də yol vermədən və yaxud minimal səhvlər edərək bütün bunları keçdikdən sonra imtahan veririk və sürücülük vəsiqəsini əldə edirik. Lakin bu o anlama gəlirmi ki, biz həm də yaxşı sürücüyük? Ola bilər bizim yol hərəkət qaydaları ilə bağlı heç bir problemimiz yoxdur, qayda qanunu əzbərdən bilirik. Amma deyək ki, biz maşın sürməyi praktika etməmişik və yaxud çox az praktika etmişik. Bu o anlama gəlmir ki, biz həm də yaxşı sürücüyük. Yəni, yaxşı sürücü olmaq istəyirsənsə, çoxlu praktika edəcəksən. Maşın sürəcəksən, ola bilər bir neçə dəfə maşını vuracaqsan ora-bura, cızacaqsan və s. səhvlərə yol verəcəksən. Amma dəfələrlə praktika elədikdən sonra, maşını sürdükdən sonra artıq yaxşı, daha yaxşı sürücü kimi fəaliyyət göstərə bilərsən. Eyni məsələ ingilis dilinə də aiddir, ümumiyyətlə dillərə də aiddir. Yəni, yaxşı ingilis dilində sərbəst şəkildə danışmaq, başa düşməyə bacarmaq istəyirsənsə, uşaqlar kimi öyrənəcəksən. Dinləyərək və danışaraq, qısaca desək. Yəni, uşaqlar kimi necə ki, çoxlu dinləyirlər, görürlər və danışmağa cəhd edirlər, eyni məsələ burada da keçərli olacaq. İlkin növbədə çoxlu dinləyəcəksən və sonra yavaş-yavaş həmin o dinlədiklərini də danışacaqsan. Yəni, burada bir məsələ də odur ki, qorxmaq lazım deyil səhvlərdən. İnsanlar qorxur, səhv eləyərəm, nəsə olar. Yəni, biz öz doğma dilimizdə danışanda belə çoxlu səhvlər edirik. Amma heç kəs bu barədə bizə bir şey demir. Ona görə də digər dilləri də öyrənəndə səhvlərdən qorxmaq lazım deyil, səhv etmək lazımdır, hətta deyərdim. Və bundan çəkinməmək lazımdır. Sadəcə cəhd eləyib danışmaq lazımdır. Və bir müddətdən sonra səhv edə-edə yavaş-yavaş axırda gəlib görəcəksən ki, daha yaxşı danışığa nail ola bilmirsən. Oldu dostlar, hər kəsə uğurlar.